günləri İmam Hüseyin əleyhissalam və Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günüdür. Bu günləri bir mövzu ətrafında istəyirəm danışaq. Allah ki, biz bəndələri yaradıb, bizim yaradılış məqsədimiz nədir? Allah biz bəndələri niyə yaradıb? Allahın istəyi biz bəndələrdən nədir? İstəyirəm bu haqda danışım. Bir ayə oxuyuram sizə. Bu ayə haqqında bir neçə dəqiqə dayanacaq. Allah Müminun surəsinin 115-ci ayəsində buyurur. Ayəyə kəlmə-kəlmə diqqət edin. Allah deyir ki, yoxsa sizi əvvəl yerə yaratdığımızı və qiyamətin günündə dirilib haqq hesab üçün huzurumuza qaytarılmayacağınızı güman edirdiniz. Ayənin sonuna fikir verin. Allah bir sual verdi bizə. Allah istəyir ki, biz bəndələr oyanaq. Allah bizi oyatmaq istəyir. Diqqət edin. Allah demədi, ey bəndələr, sizi əbəs yerə yaratmadım. Bu sualı verin. Bunun sözü demədi. Bu nida ilə demədi. Allah deyir ki, məgər bunu güman edirsiniz? Siz düşünürsünüz ki, mən sizi elə-belə yaratmışam. Yəni, ey insan, həqiqətən elə düşünürsən ki, sən doğuldun. Dünyaya gəldin, yedin, içdin, işlədin, qocaldın, hər şey bundan bitəcək. Elə həyatın məqsədi budur. Əgər düşünsə ki, həyat belədir, bu cürünə davam edəcək, onda bu yaşadığımızın həyatın mənası nədir? Nə mənası olacaq? İnsan, Allah deyir ki, əbəs yerə yaradılmayıb. Əgər Allah bizi əbəs yerə yaratsaydı, bizə vicdan verməzdi. Allah bizi əbəs yerə yaratsaydı, bizə peyğəmbərlər göndərməzdi. Əgər bizi əbəs yerə yaratsaydı, bizə Quran göndərməzdi. Birdən bizi əbəs yerə yaratsaydı, qiyamət günü də olmazdı ki. Bir mənasız bir həyat sürərdik. Bunların hər biri göstərir ki, bizim öz missiyalarımız var. Allah bizi bir məqsəd üçün yaradıb. İndi bu xütbə ilə çalışaq görək, Allah bizi niyə yaradıb da? O məqsəd nədir? Bir gün çalışaq bunu öyrənək. Həzrət Əli görün nə buyurur Nəhcül Bəlağada? Deyir, Allah sizləri boş yerə yaratmadı və sizi öz ixtiyarınıza buraxmayıbdır. Nə gözəl hədisdir. Buyurur ki, deyir, bu dünya var ha, bu yaşayırıq ha. Burası son dayanacaq yeri deyil. Düşünmə ki, bu dünya dağılacaq, mən ölüb gedəcəm, bitəcək, yoxdur belə bir şey. Belə olmayacaq. Ayənin sonu gördün nə deyir? Deyir və siz bizdə qaytarılmayacaqsınız. Allah sual verir. Yaratmışam səni. Elə bilirsən ki, sən qaytarılmayacaqsan mənə? Yenidən mənə tərəf dönüş eləməyəcəksən? Vay o gündən bir dənə düşün. Birdən Allah tərəfə qayıdış olmasaydı. Bu dünyada zülm eləyənlər var ha. Onunla məzlumun fərqi nə olardı bəs? Birdən qayıdış olmasaydı. Musa ilə Fironun fərqi nə olardı? Birdən qayıdış olmayaydı. Yezid lənətullah ilə İmam Hüseynin aqibəti nə olardı bəs? Yox. Allahın ədaləti yadda saxlayın. Qiyamətin günündə tam təcəllə eləyəcək. Əgər bir düşünsək ki, həyatımızın məqsədi yoxdur. Niyə İmam Hüseyin əleyhissalam öz canına fəda elədi? Həyat məqsədsizdirsə. Niyə 6 aylıq körpəsini verdi? Niyə oğlu Əl-Əkbəri verdi? Bura baxır. Bu qədər işləri gördü. Sonda nə dedi? İmam qayıtdı ki, ilahi, mən sənin qəza və qədərinin qarşısında razıyam. Övladlarını verib. Bununla belə deyir, Allah qəza və qədərin nədir? Mən onunla da razıyam. Çünki İmam Hüseyin əleyhissalam başa düşür ki, insan bu dünya üçün yox, insan Allah üçün yaradılır. O bir birinci. Yaradılış məqsədimiz ilki Allah üçündür. İndi baxaq. Bu ayə bizə başa salır ki, ey bəndə, sən təsadüf deyilsən. Sən məqsədsiz deyilsən. Sən ancaq yaşamaq üçün yaradılmamısan. Sən bir gün Allah tərəfinə qayıdacaqsan. Sonrasına bax, bizə deyir, Allah,
Deyir, bəndəm, həyat bir imtihandır. Qəbir sənin ilk mənzilin olacaq. Qiyamət görüş yerimizdir. Allah buyurur ki, Allahın razılığı isə bu səfər ki var ha, sənin üçün ən böyük qazancı olur. Ki bu səfərdə sən Allahın razılığını qazana biləsən. Bu ayəni oxuduq, ayəni oxuyan, dinləyən hər bir mömin bu sualı özünə verməlidir. Əgər Allah Quran-ı Kərimdə deyir ki, mən səni əbəs yerə yaratmamışam, mən də. Yaxşı, Allah məni əbəs yerə yaratmayıb. Mən ömrümü hansı işlərə sərf edirəm? Mən bu ömrü harda keçirirəm? Bu ömrü necə keçirirəm? Bu ömrümü nə üçün keçirirəm mən? Nə üçün yaşayıram bu həyatda? Nesə bir dənə ayə deyirəm. Mülk surəsi 2-ci ayə. Allah buyurur, o Allahdır ki, hansımızın daha gözəl əməl sahibi olacağını sınamaq üçün ölümü və həyatı yarattı. Allah bizi sınaq üçün ölüm və həyat yaradır. Bu günləri, gün bu gündür. Özümüzə bir dənə sual verək. Mən nə üçün yaşayıram? Yaşayırıq da hamımız. Niyə yaşayırıq? Yaşamda məqsədimiz nədir? Səhər oyandıq. Hərəmiz bir peşənin sahibi. Hərə getdi bir işə. Getdi pul qazandı. Gəldi yaxşı bir dənə ev tikdi. Dünyaya bağlı bir dənə maşın aldı. Övladını böyütdü. Toyunu elədi. Xeyir işini gördü. Sonra bir gün gözlərini yumdu. Yaxşı bunun sonu nədir? Bu işləri gördük də, bu dünyanın işini gördük. Bəs bunun sonu həyat yaxşı. Yalnız yeməkdən, içməkdən, işləməkdən ibarətdirsə, çox üzr istəyirəm. Dörd ayaqlı ilə insan fərqi nə olacaq? Gördüm, yedim, içdim, yaşadım şu. Bitdi hər şey. Və fərqimiz nə oldu? Allah insanı bunun üçün yaratmadı. İndi Allah deyir. Allah bizə öyrədir ki, mən də səni niyə yaratmışam? Zariyat surəsi 56-cı ayə. Bismillahirrahmanirrahim. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَانَ إِلَّا لِيَعْبُدُونِ. Allah nə buyurdu? Mən cinləri və insanları yaratmışam ki, mənə ibadət eləsinlər. Allah bunun üçün yaradıb səni. İbadət. Yaxşı ya Rabbi, ibadət nədir? Namaz qılın, oruç tutdum, xumusumu verdim, zəkatımı verdim, həccimə getdim. Bitdi ibadət. Allah deyir, yox. İbadət bununla bitmir. Deyir, ibadət odur ki, sən bütün ömrünü Allahın razılığı üçün yaşayasın. Əsl ibadət budur ha. Biz nə edirik çox zaman? İbadətin namazdan yekunlaşdırırıq. Vəssalam. Getdim, qıldım da namazı. Aşıda sezsizdən, Ramazan ayında oruç tutmaq lazımdır. Onu da tutdum da. Da yaxşı, xumus istəyirsən, onu da verdim. Daha imkanım oldu, həccə də getim, bitsin də. Allah deyir, yox. Əsl ibadət odur ki, bütün işlərimi mənim razılığım üçün eləyəsən. Sənin həyatdakı məqsədin mənim razılığım olsun. Necə? İşləyirsən, əgər halal ruzi qazanırsansa, halal ruzi qazanmaq üçün ömrünü sərf edirsənsə, Allah deyir, ibadətdir. Övladını tərbiyə edirsən, övladını Allah yolunda tərbiyə edirsən, Allah deyir, ibadətdir. Bir yetim görürsən, üzünü güldürürsən, Allah deyir, ibadətdir. Valideynə xidmət edirsən, Allah deyir, o da ibadətdir. Onun üçün də sənə ibadətin savabını yazıram. Nəticə, Allah üçün xidmət edirsənsə, Allahın razılığı üçün xidmət edirsən, Allah deyir, ibadətdir bunlar. Zariyat surəsi 56-cı ayə Allah deyir, ya ibadət üçün yaratmışam. Bu işləri görürsənsə, o ayə sənə nazil olur. O ayə sənə şamil olunur. Yaxşı. Bu dünyada yaşayırıq. Açıq danışaq da. Dünya bizi aldadır axı. Dünya bizi niyə aldadır? Allah yenə Quranla cavab verir bizə. Deyir, dünya həyatı aldadıcı bir nemətdən başqa bir şey deyil. Ayəyə bax, Dünya həyatı nədir? Aldadıcı bir nemətdən başqa bir şey deyil. Allah demir, dünya pisdir. Allah bu söz işlətmədi. Allah demədi, bu dünya dəyərsizdir. Onu da demir. Allah deyir ki, dünya neməti aldadıcıdır.
Səni aldadacaq. Sən ki bu dünyanın nemətlərinə aldansan, dünya o zaman olacaq təhlükəli. Yoxsa belə dünyanın heç bir təhlükəsi yoxdur. Dünyaya aldananda təhlükə başlayır. Necə başlayır? Şeytan vəsvəsəsi ilə. Şeytan deyir, biraz da pul qazan. Varındır, varığın üstünə biraz da var qazan. Vəzifən aşağıdır, biraz da böyük vəzifəyə get. Məqamı artır. Və yaxud biraz da məşhur ol. Bu, hər kəs səni tanısın. Belə vəsvəsələr, bu şeytanın vəsvəsələri deyə. İnsan dünyaya aldananda bu vəsvəsələr gəlir. İnsan da baxır ki, bütün ömrünü bu saydıqlarımın arxasında keçirdi. Bu dünya üçün keçirdi. Bir gün zaman gəlir. Ölüm gəlir, insan baxır ki, özümlə heç nə apara bilmirəm. Bu dünya məni alladıbdır. Allah Teala ona görə buyur da, dünyaya ki, Allahdan təhlükə başlayır. İnsan onu ahirətdə anlayır. Ki, dünya məni allatdı. Həzrət Əli görür, nə buyurur? Deyir, insanlar yuxudadırlar. Bilirsən nə zaman deyir, ayılır? Deyir, insanlar öldükləri zaman ayılacaqlar. Yaşayanda yuxudadırlar. Bizə düşündürücü bir kəlam deyir bu. Bəzən biz elə bilirik ki, yaşayırıq, yaşamırıq. Həqiqi həyat ölümün o biri tayındadır. Ahirətdə, əbədi həyatdadır. Dünyanı görün nəyə bənzədirlər. Ləzzət deyə bu. Yəni, bu hədisə qulaq az, görün nə gözəldir. Deyir, dünya balığa atılan yem kimidir. Balıq, görürsən, suyun içində o yemi görür, amma o yemin arxasında bir qırmaq var axı. Bu qarmaq mı da? O qarmağı görmür. O yemə allanır. Yemi götürəndə qarmaqla balığı çəkirlər. Şeytan gör neyniyir? Bu dünyanın ləzzətlərini sənə mənə göstərir. Deyir, bax, gör nə gözəl ləzzətlər var bu dünyada. O ləzzətləri bizə göstərir. Bizi o ləzzətlərlə alladır. Amma onların arxasındakı məsuliyyət var, ahirət hesabı var. Şeytan bizdən onu gizlədir. Qoymur onu görək. Bizlər də ona görə o dünyanın aldadıcı nemətlərini allanırıq. Həzrət Əli görün nəyə bənzədir dünyanı? Həzrət Əli deyir ki, dünya ilan kimidir. Ona toxunuşu yumuşaqdır. Amma onun zəhəri öldürücüdür. Zəhəri insanı öldürər. Necə? İlanın dərisinə baxın, parıldayır da. Adamı çəkir özünə. Amma onun içində hamı bilir ki, ölüm gizlənibdir. Bir dənə toxunsan o ilana, o zəhəri ilə səni öldürər. Deyir, dünya da belədir. Dünyanın şöhrəti gözəldir. Dünyanın o sərvəti var, bərri, bəzəkli evi, bahalı maşınları cazibəlidir. İnsan övladını özünə çəkir. Vəzifəsi ki var bu dünyanın insanı sevindirir. Amma bu işlər ki var, yadda saxla. Bu işlər ki səni Allahdan uzaqlaşdırsa, o həmən gözəlliklər zəhərə çevriləcək. Bir gözəllik ki, zəhərə çevirə insanı öldürər. İnsanı məhv eləyər. Bir alimin gözəl bir dənə sözünü deyim sizə bu dünya haqqında. Deyir, dünya ki sənin üzvə gülür həmən anda deyir, özvə çox arxayın olma. Sual verirlər, niyə? Deyir, bu dünya sənin üzvə gülməmişdən öncə minlərlə insan üzünə gülübdür. Sonra bilirsən neyini? Hamısını aparıb salıb torpağın altına. Belə Allahdır dünya səni. Üzvə gülür. Hər şeyi gözəl göstərir. Sonra səni aparır salır torpağın altına. Necə salır? Əməlsiz salır. Özünü alladaraq salır. Həzrət Əli bilirsin nə deyir? Deyir, dünya körpüdür. Biri gəlir sual verir. Ya Əli, necə yəni? Bu dünyanı mənə təsvir elə. Mənə başa sal, ya Əli. Həzrət Əli deyir ki, dünya yadda saxla. Keçid yeridir. Bu dünya qalmaq yeri deyil. Yalnız keçid üçündür. Təsəvvür eləyin. Bir dənə şəhərdir. Görürsən, bir çaydır da, Çayın üstünə körpü qoyublar ki, oradan keçəsən. Onun məqsədi, vəzifəsi, missiyası nədir o körpünün? Keçid. Heç kim gəlib o körpünün üstünə ev tikməz ki. Nəyinə lazımdır? Keçid üçün də. Onun missiyası budur. Bu dünya da bax budur. Bu dünya keçiddir, körpü kimidir. Amma bu keçid dünyası var elə bağlanmışıq ki, sanki bizim əbədi vətənimizdir. Xütbəmin məqsədi bu deyir. Ona görə bu mövzunu seçmişəm. Elə bağlanmışıq ki bu dünyaya.
Bu dünya bizim vətənimizdə əbədi qalacaq. Amma vallahi billahi heç kim qalmayıbdır. Yapışmayın bu dünyada. Bir dənə padşah olur, hər gün güzgüyə baxır, öz tacını düzəldir. Deyir, mən padşaham, bu məmləkət mənimdir. Bu insanlar hamısı mənə tabidir. Bütün günü bununla qürurlanır. Qürurlanır içində. Ki, məndən böyüyü yoxdur burada. Bir gün yazılı qəbristanlığın yanından keçir, görür ki, bir dənə yaşlı kişidir. Bu qəbirlərin sümükləri var da, baş sümükləri, skeletlər deyirlər, ha? Ona baxır. Padşah çağırır o yaşlı kişini, deyir, gəl ələ bura. Deyir, sən orada neynirsən? Deyir, heç nə, bu başın skeletlərinə baxıram. Deyir, ayıra bilmirəm ki, padşah kimdir, fəhlə kimdir. Deyir, bunu ayıra bilmirəm. Padşah orada ayırır, baxar. Bir kəlmə, bir dənə keçid, bir dənə qəbristanlığın yanından keçmək və bir kəlmə o padşaha ayıldır. Deyir, ondan sonra o məmləkətdə o tarix yazır, ha? O padşah kimi təvazükar insan olmuş. Həyatı dəyişir padşahın. Nə ilə? Bir kəlmə ilə. Qəbir budur da. Qəbir insana vəzifəsini də unutturur. Hər bir şeyi unutturur. Var dövləti də unutturur, şan şöhrəti də unutturur. Qəbirdə bir dənə əməl qalır, vəssalam. Yoxdur heç nə. Heç bir var dövlət yoxdur. Həzrəti Peyğəmbər nə deyir? Deyir ki, bu dünyanı qərib kimi yaşayın. Yəni, bu dünyanı əbədi vətən hesab eləmə. Əbədi vətən axirətdir, ora üçün çalış. Ömrüvü ora həsr elə, bura yox. Deyir, əgər dünya həqiqətən dəyərli olsaydı, İmam Hüseyin öz canını, ailəsinin canını Allah yolunda verməzdi də. Yapışardı bu dünyadan. Dünya həqiqətən dəyərli olsaydı, Həzrət Əli o dünyaya təlaq verməzdi. Buna görə də müminin vəzifəsi nədir? Hər gün özümüzdən soruşaq. Əgər bu gecə son gecəmizdir. Və qutardı. Nə aparacaqsan Allah üçün? Nəyin var? Əldə nəyimiz var? Evimiz, maşınımız, pulumuz var. Allah üçün nəyimiz var? Hansı əməllərimiz var? Nə yığmışıq Allah üçün? Namazımızı, yoxsa bu qazandığımız pulları aparacaq Allaha? Nə aparacaq? Yaxşı əməllər, yoxsa mən tanıyıram insanlar 5 dənə, 10 dənə ev alıb qoyubdur. Onu aparacaq Allaha? Nə aparacaqsan Allah üçün? Bir dənə sual verim sizə. Görəsən, tarixdə elə bir insan var ki, həyatının məqsədini öz əməli ilə göstərsin. İmam Hüseyin əleyhissalam. Həyatının məqsədini İmam öz əməli ilə bizə göstərdi. İmam bizə göstərdi ki, insan neçə il yaşaması ilə yox, nə üçün yaşaması ilə böyüyür. Baxın, Mədinədən çıxanda Həzrət İmam Hüseyin əleyhissalam nə buyurdu? Deyir, mən təkəbbürlük eləmirəm. Zülm, fitnə, fəsad, mən bunun üçün də qiyam eləmirəm. Mənim qiyamımın bir dənə səbəbi nədir? Babamın ümməti islah olsun. Mənim qiyamımın səbəbi nədir? İnsanlar bir-birini yaxşılığa dəvət eləsin. İnsanlar bir-birini pislikdən çəkindirsin. Mən bunun üçün qiyam eləyirəm, İmam buyurdu. Bu sözlər bizə həyatın mənasını açıqlayır, ha? Yəni, insan yalnız öz rahatçılığın üçün yaşamayır. Haqq üçün yaşa, Allah üçün yaşa, insanlara faydalı olmaq üçün yaşa. Yaşayışın bunun üçün olsun. İndi Ərbəyin. Bugün Ərbəyin günüdür. Ərbəyin bizə nə öyrətdi? Bugün bir dənə baxın Kərbalaya, bütün dünyanın gözü orada deyir. Milyonlardan insan var orada. Hamısı gedir İmam Hüseyin əleyhissalamı ziyarət eləməyə. Fikir verirsən, aralarında varlı da var, kasıb da var, alim də var, fəqir də var. Hamısı eyni cür gedir, ha? Fərq yoxdur. Hamısı eyni vəziyyətdə gedir. Hamının bir məqsədi var. Onlar nə pul üçün, nə şöhrət üçün, nə dünya üçün gedirlər. Belə işlər üçün getmirlər. Onlar bilsən niyə gedirlər? İmam Hüseyinə söz demək istəyirlər. Onlar imama demək istəyirlər ki, ey Hüseyin, sən Allah üçün yaşadın. Biz də istəyirik Allah üçün yaşamağın yolunu səndən öyrənək. Bizim istəyimiz budur.
Ərbəyin elə bir ziyarətdir ki, bir dənə fikir verirsiniz də ora, ha? Görürsən kimdən ayağı qanıyır. Yoldur da, 110 kilometrə yaxın yol gedirsən, Görürsən kimisinin ayaqqabısı cırılır, kimisi günlərlə yuxusuz qalır orada. Bunun soyuğu var, istisi var. Bir nəfərdən eşitirsiniz, desin yorulmuş, ha? Bir nəfər o sözü işlətmir, ha? Çünki onlar ayaqla getmirlər, o yolu qəlbi ilə gedirlər. Nə çox insan var, görürsən, çəli ilə gedir, ayaq yoxdur. Bir dəfə demirlər, yorulmuşam. Çünki Ərbəyin bir dənə ziyarət deyil, ha? İmam Hüseynə verilən əhdin yenilənməsidir. Mən öz həyatımdan da bunu yazmamışdım, gəldi deyirəm. Allah cəmi istəyənləri nəsib eləsin. Mən 2017-ci ildə o ziyarətdə olmuşam. Bunu Allahım şahid olsun, təvazökarlıq olsun demirəm, ha? Yəni, yaşayan biri kimi deyirəm sizə ki, biləsiniz, nə ləzzətdir ora. Biz gedəndə, səhv eləmirəmsə, noyabr ayının axırı idi, qış ayları idi. Gündüzü istidir, gecəsi dəhşət soyuqdur, sıfırın aşağısında olur. Çox soyuq olurdu. Biz o yolu piyada gedirdik, sabahı günü Kərbalaya daxil olacaq, hələ bir gün qabaqdır. Və orada da o vaxtı biz gedən elə bir 10 il keçib də üstünə, indiki şərait yox idi da, xeymələr çox olsun, ev eşik çox olsun da, bu günləri yatmağa şərait çoxdur, o vaxt belə deyildi. Və biz gedəndə daxın da xeymələrin hamısı tutulmuşdu, sədə bir 2 saat yataq, dincələk, Allahım şahid olsun, tək mən yox, mənim zəvvar yoldaşlarımla bir yerdə. Görəcəklər, eşidəcəklər, biləcəklər də. Mənim zəvvar yox, bu çınqıl daşlar var, Allah şahidim olsun. Onunla bir təpəqür olmuşdu, biz onun üstündə yatdıq. İndi gəl bunu burada yat, 2 saat yat, 3 saat yat. İnsan beli quruyar da, ha? Bir dənə ağırlıq oldu, bir dənə narahatçılıq oldu. Allah şahiddir, Allah orada bir ləzzət qoyub, bir eşq qoyub ki, daşın üstündə yatırsan, soyuqda yatırsan, ləzzət alırsan. Allahın şahidin insan ləzzət alır orada. Belə bir möhtəşəm ziyarətdir, ha? Ona görə bu günləri milyonlarla insan ləzzətlə gedir. Gözəl bir söz deyil, bu sosial şəbəkədə də yayılıb. Bir yerdən 2 dəfə getmək istəyir, ha? Çünki gedib o ləzzəti görür, insan qala bilmir. Baxırsan, ürəyin partlayır, istəyirsən orada olasan, o zəvvarlara qoşulasan, gedib imama çatasan, imama salamlı deyəsən. Elə gözəl bir ziyarətdir. Bu günləri baxırsan, İmam Hüseynin şəhid olmasından 1400-dən çox il keçib, ha? Hamıda hər il milyonlarla insan gedir. Baxın, ildən ilə də milyonların sayı milyon qədər də artır. O ziyarətə gedənlərin sayı. Hər ildə artır. Niyə? Çünki deyir, Kərbəla təkcə bir tarix deyil. Kərbəla bilirsiniz nədir? İlahi bir məktəbdir. Mən sübutən deyim sizə. Əbəlfəzin gecəsində insanda taqat olmur da danışmağa. İnşallah, az yaxınlaşsam. Son bu karvan ki var, qayıdırlar Mədinəyə tərəf, gəlirlər Mədinəyə. Əbəlfəz ağanın anası, Ümmülbəni, deyir, Əbəlfəz ağanın balaca oğlu ilə durub o karvanı gözləyir. Gələn karvanı gözləyir. Niyə? Bilirsiniz niyə? Çünki Əbəlfəz ağanın balaca oğlu var, ha. Hər gün atasını soruşur. Hər gün nənəsindən soruşur ki, mənim atam hardadır? Mənim atam haçan gələcək? Nə vaxt gələcək? Mən atam üçün darıxmışam. Hər gün nənəsindən bunu soruşurdu. Deyir, çıxdılar karvanın qabağına, xəbər gətirən var, ha. Deyir, Ümmülbənini gördü. Deyir, özlüyümdən dedim ki, mən bu qadına necə deyəcəm, sənin 4 dənə oğlun şəhid oldu. Mən bu sözü necə deyim bu qadına? Deyir, hazırlaşırdım ki, bir kəlmə deyən, Ümmülbəninin ədəbinə baxır. Deyir, Ümmülbəni mənə dərhal qayıtdı ki, Bəşir deyirlər də ona. Ki, Bəşir, oğlum Hüseyndən nə xəbər? Başımı saldım aşağı, dedim, Hüseyin şəhid oldu. Deyir, Ümmülbənin əyləşdi diz üstə, yanındakı Əbəlfəz ağanın balaca oğlu, deyir, onun başından öpdü, dedi, balam, sən yetim qaldın. Bu gündən sən yetimsən. Bəşir deyir, axı, mən sənə demədim Əbəlfəz şəhid olub. Deyir, Ümmülbənin qayıtdı ki, mən elə övlad böyütməmişəm ki, Hüseyin şəhid ola, mənim balalarım sağ qala. Deyir, mən elə övladlar böyütmüşəm ki,
Onlar Hüseyndən qabaq özlərini şəhid edirlər. Bu qədər ədəbli idi. Xanım Zəhranın Əbəlfəzə məhəbbətini də deyim, bitirim. Qiyamətin günü yazırlar ha buna, dəqiq tarixdir. Xanım Zəhra salamullah aleyha, bilirsiniz də, qiyamətdə ümmətə şəfayət eləyəcək. Buna Allah ona izini verib. Ümmətə şəfayət eləyəcək. Deyir, qiyamət səhnəsində xanım Zəhra sağ çeynində deyir İmam Həsənin köynəyi. Sol çeynində İmam Hüseynin qanlı köynəyi ilə gələcək o məhşərə, o qiyamət səhnəsinə. Nida olunacaq? Ya Zəhra, ümmətə nə ilə şəfayət edirsən? Allaha and verəcəksən məzlum Əlinin haqqına? Deyir, yox. Deyir, Allaha and verəcəksən oğlun Hüseynin dəhşətli müsibətinə? Deyir, yox. Deyir, bu anda xanım Zəhra salamullah aleyha deyir, çadırasının içindən 2 dənə kəsilmiş qol çıxardacaq. Deyir, Allaha and verəcəm oğlum Əbəlfəzin kəsilmiş qollarına. Ələ lənətullahi ələlə qavmiz zalimin. Amin. Zinoyetin sözüyle, kıymet sen, kıymet
Ekberim yar edeyip paksi ismime, Ekberim yar edeyip paksi ismime, Başımın kanı dolu gözlerime, Başımın kanı dolu gözlerime, Beni dindir yüreğimi kanlıyor, Beni dindir yüreğimi kanlıyor, Ne gelip kameti can perverime, Ne gelip kameti can perverime, Şehidim yatma oya, Beni ağlatma oya bahar, Şehidim yatma oya, Şehidim yatma oya, Beni ağlatma oya, Şehidim yatma oya. Sinövün axtıqcan qan bəzəni, Sinövün axtıqcan qan bəzəni, Qan demə qırmızı mərcan bəzəni, Qan demə qırmızı mərcan bəzəni, Bura səhrayimin oldu baba, Bura səhrayimin oldu baba, Səni öz hədsinə qurban bəzəni, Səni öz hədsinə qurban bəzəni, Şəhidim yatma oya, Şəhidim yatma oya, Şəhidim yatma oya, Məni ağlatma oya, Şəhidim yatma oya. Demirəm eşkimi ibraz eləmə, Demirəm eşkimi ibraz eləmə, Göylərə quş kimi pərvaz eləmə, Göylərə quş kimi pərvaz eləmə, Çəkdiyim zəhmətimin xatirinə, Çəkdiyim zəhmətimin xatirinə, Qoy öpümlərlərimi naz eləmə, Qoy öpümlərlərimi naz eləmə. Hakkari hala. Hakkari hala. Allah'ın kala. Başına kurban. Devletin kurban. Şiirli. Ağlamaktan bababa yoktu yaman, Ağlamaktan bababa yoktu
siyam İsmetullah'ın mühazzet cevheri babasıyam Dürrevi hem tavsiyem öz anam Zehra misali derd o gam deryasıyam Kerbela Zehrasıyam her belaya müptela bu cergede tenha menem sermenem sevda menem Zeynep-i Kübra menem Sabile derya menem Zeynep-i Kübra menem Sabile derya menem Zeynep-i Kübra menem Sabile derya Zeynep Hanım Zeynep hutbe-i onlara Sabile derya menem Zeynep-i Kübra menem hem imamet hem şehadet hem esalet mende var hem kefalet mende var hem imamet der şerikem hem risalet mende var hem veraset mende var hem şehadet hem şucaat hem reşadet mende var hem şerafet mende var hak eğer her davet olsam esbizi kurma menem Zeynep-i Kübra menem Sabile derya menem Zeynep-i Kübra menem Sabile derya menem Zeynep-i Kübra sözler var Sabile derya bir de Zeynep-i Kübra menem Sabile derya menem bu şüreyhün bakmıyor ey kufiyan fermanine dinine imanine tabi oldu etti tüğyan hücceti sübhanine müshaf-i Kur'anine miziban fihin boyandırdı günah-ı kanine tuttuğun vicdanine indi bu pamal olan hakkı eder ehya menem hakkate kübra menem Zeynep-i Kübra menem Sabile derya menem Zeynep-i Kübra menem Sabile derya Zeynep-i Kübra menem Sabile derya bir de Zeynep-i Kübra menem Sabile derya ben hemamen cismet aylarım sizin uydanlara ben hemamen camet aylardım sizin uydanlara bir peder cüzdanlara hoş penahidi evim bir serperest İslamlara bir penah insanlara kül sepilsiz indi siz bu baş açın mehmanlara ar ola vicdanlara şermedin evi ve hayler Zeynep-i Hürya menem
Bir de sen var. Biz Hüseyin'den doymarız. Biz Hüseyin'den, biz Hüseyin'den doymarız. Kerbela'dan Sinem. Kerbela, Kerbela, ey türbeti şehida, Hüseyin
Yazid'in adı yoktur, Hüseyin'in adı zinde. Yazid'in adı yoktur, Hüseyinsiz olabilin hayatın dadı yoktur. Kitap eşkahi eşkin bela ustadı yoktur. Hüseyin'in ata herkes, onun hiç neyi yoktur. Demez sözleri yalan, demez sözleri yalan. Bilmez fakat mahli bilamaz, tufani demek ağlar. Bilmez ona gurbu elavar, bilmez şehadette sefalar. Bilmez Hüseyin'ine mehabbet, Hüseyin'ine mehabbet, Hüseyin kavmi keramet, Hüseyin'ine ibadet, Hüseyin şiir o şehadet, Hüseyin halka iradet, Hüseyin hakkı hakikat, Hüseyin rahneyi gayret, Hüseyin etmedi beyat, ona gurbu elavar, ona gurbu elavar. Şehadette sefalar, şehadette sefalar. Ona gurbu elavar. Hüseyin Gâi Azam, Hüseyin rehber-i alem, Hüseyin Gâi Azam, Hüseyin rehber-i alem, Hüseyin nur-i muharrem, Hüseyin Allah'a mehrem, Hüseyin'in kapısında Gulam-ı Meryem, Hüseyin yerde yıkıldı, vurul göğlere perçem, gelen tabu karalar, bilmez gelen tabu karalar, bilmez ne kadar ahli bilalar, bilmez şehadette sefalar, bilmez şehadette sefalar, bilmez ona lütfe hüdalar, bilmez Hüseyin bir kesi hamı, Hüseyin bir kesi hamı, güzel hakkı meramın, Hüseyin bir şühedanın, elem damre diyarın, buyurdu Bacı Zeynep, dolan Kufe ve Şam'ı, getir aleme menden, bu erzi bu peyami, denen ta şühedalar, bilmez denen ta şühedalar, bilmez ne kadar ahli bilalar, şehadette sefalar, bilmez dola gurbu elavar. Hüseyin'in bilmez şehadette sefalar. Eba Abdillah, Eba Abdillah. Nazım dersini verin çekalaya. Eba Abdillah, Eba Benim ayım haftam, günlerim geçir sana. Benim ayım haftam, günlerim geçir sana. Helal olan ömrüm, razı olmasan bana. Helal olan ömrüm, razı olmasan bana. Azizim sen, Azizim sen.
باب شهادی مدنی جون دار سخاوتی بود مدنی جون دار سخاوتی بود روح بگارت شجاعتی بود معنی عشقش شرافتی بود روح صفاتی روح صفاتی درد دوادی باب شفاتی باب شفاتی آدی مریضم شفا باینیم آدی مریضم شفا باینیم عشقی منو بر صفا باینیم عشقی منو بر صفا باینیم دردی olan gel deva باینیم دردی olan gel deva باینیم فهمی صفادی فهمی صفادی درد دوادی باب شفادی ریشه zulmi kesen mehliga ریشه zulmi kesen mehliga sehri yelkek esen riba dine himayet eden can feda merdi kudadi merdi kudadi derde devadi bab şifadi bab şifadi cilve-i gayret oldu manzali cilve-i gayret oldu manzali sence gelip sesledi ya Ali sence gelip sesledi ya Ali nehri alıp içmedi suveli nehri alıp içmedi suveli Besçi ağadi